Salam dostlar. Öncelikle mövzuya giriş eləmədən qabaq qısa bir intro vermək istərdim. Bugün sizinlə maraqlı bir rubrika ilə qarşınızdayam. AI ilə reklam və post vizuallarının hazırlanması sistemi olacaq bugünkü mövzumuz. Əgər bu və bunun kimi videolara tələbat olarsa, bundan sonra YouTube kanalımda daha çox videolar çəkib paylaşacağım sizin üçün. Və eyni ilə bu mövzunu da daha bir kompakt şəkildə hazırlayıb bölüşə bilərəm. Bugünkü mövzumuz isə AI ilə reklam ve post vizualların hazırlaması sistemi olacak. Burada gedişatımız bu gördüğünüz bütün adımlar üzerinden ilerleyecek. Gəlin başlayaq. Bugün hər birimiz artıq süni intellektdən istifadə edirik işimizin müxtəlif sahələrində. Bəzilərimiz işi daha irəli səviyyə aparıb AI agentlardan belə istifadə edir və s. və s. Amma bunun daha səmərəli şəkildə və effektiv nəticələr əldə etmək üçün bir sistematikası vardır. Hansı ki biz bugün bu sistematikaya baxacağıq. Burada mövzumuz bir prompt verib bir şəkil əldə etmək mövzusu olmayacaq. Bizim əldə etmək istədiyimiz nəticəni almaq üçün hansı addımları izləməliyik, bunlar üzərinə gedəcəyik addım-addım. Siz bu videonun sonunda kontent üçün düzgün istiqaməti necə müəyyənləşdirməli olduğunuzu, ən əsas mövzulardan biri ağlımızdakı vizual brifi doğru verə bilməyi və süni intellektlə eyni keyfiyyətdə davamlı kontent istehsal etməyi. Yəni burada əsas mövzu nədir? Bunu scale etmək, yəni ölçəkləndirmək mövzusu olacaq ki, sadəcə bir neçəsini yaradıb yarı yolda saxlamayacağıq, bunu davamlı bir hala salmağa çalışacağıq. Ən önəmlisi isə bu sistem yalnız dizayn olduğu üçün dizaynerlər üçün deyil. Bu kontent ilə işləyən, birbaşa və ya dolayı yolu işi kontentdən keçən hər kəs üçün keçərlidir. Bəs bu sistem kimlər üçündür? Content menecerlər, rəqəmsal marketing mütəxəssisləri, sosial media mütəxəssisləri, copywriterlər, dizaynerlər və ya product ownerlar da ola bilər ki, onlar ağıllarındakı hər hansısa bir şeyi MVP mərhələdə bununla istifadə edərək hazırlaya bilərlər. Bəs bu video təlimin məqsədi nədir? Burada məqsəd süni intellektdə səhti bir şey çıxsın, istifadə edeyim məntiqi ilə yox, strateji, sistemli və təkrar əldə edilə bilən bir kontent istehsalı üçün bir dəyirman halına gətirməkdir. Bugün bir post, sabah 10 post, gələn ay isə bütün kampaniyanı eyni keyfiyyətdə hazırlaya bilərsiniz. Yəni burada əsas mövzulardan biri süni intellektin davamlılıq mövzusudur. Yəni davamlılıq mövzusudur. Yəni bu nə deməkdir? Siz bəzən bir postu yarada bilirsiniz, amma daha sonraki postun öncəki post ilə əlaqəsi olmur. Bu isə bizim əgər bir brand bookumuz vardırsa, bizim əgər bir stilistikamız vardırsa, bu stilistikanın pozulmasını gətirib çıxarır ki, bu da brendlərin heç birinin istəmədiyi bir mövzudur. Biz isə burada əsas olaraq buna baxış keçirəcəyik ki, davamlı olaraq həmin stil üzərindən gedək. Bu videoda göstərəcəyim sistem sayəsində bu tip kontentləri hazırlamaq artıq sizin üçün daha asan olacaq. Burada sizin üçün bir neçə nümunədə öncədən hazırladığım sistemlər vardı, amma bunlar bizim hazır sistem üzərindən yox, sıfırdan sizinlə bir-bir edəcəyik deyə bütün sistemi görəcəksiniz. Bəs istifadə ssenarisi nədir? Birbaşa reklam üçün istifadə edə biləcəksiniz. Bu nə deməkdir? Biz bəzən reklamlarda daha çox yeni algoritmində əslində əsas tələblərindən biri budur. Daha çox reklam test etməli oluruq ki, algoritmin, yəni insanların daha doğrusu nəyə reaksiya verdiyini daha erkən başa düşək. Amma bu zaman məlum məsələdir ki, resurs idarəsi baxımından eyni anda bir çox kampaniyanın daxilində kreativi launch eləmək olmur. Bu məqsədlə biz bu kimi alətlərin köməyi ilə işimizi biraz daha sürətləndirə biləcəyik. Eyni zamanda orqanik sosial media postu üçün ola bilər. Hansı ki, ola bilər ki, bəzi biznes sahibləri vardı və ya bəzi sosial media menecerləri vardı ki, məcbur qalırlar, yəni bu bir reallıqdır, dizayner ilə işləyə bilmirlər. Bu zaman özləri də bu kimi alətlər vasitəsilə öz işlərini müəyyən bir mərhələdə idarə edə bilərlər. Və ya dizaynerə və agentlikdə veriləcək brief üçün də bu istifadə oluna bilər. Hansı ki, rastlaşdığımız ən böyük mövzulardan biri də bu olur ki, editlərin verilməsi mövzusunda bu çox vaxt itkisinə gətirib çıxara bilir. Hansı ki, copywriter və ya content manager brief verir, amma və ya müştəri brifi verir. Bu mərhələdə çoxlu get-gəl olur deyə vaxt itkisi və resurs itkisi ola bilir. Və ya brainstorming və fikirləri canlandırma prosesində də eyni ilə siz bu üsullardan istifadə edərək işinizi sürətləndirə bilirsiniz. Yəni ilk qərarımız budur ki, bu kontent nə üçündür? Yəni burada siz buna cavab verməlisiniz ki, mənim bu kontentim nə üçün olacaq? Daha sonra isə
Kontentin nə dediyini müəyyənləşdiririk. Yəni bu mərhələdə ChatGPT-dən mətni yazdırmırıq. Burada ChatGPT, yəni bizim bir növ işimizi görən şəxs deyil, bizim işimizi bizimlə paralel bir şəkildə edən bir əməkdaş görəvi görür. Yəni o gedir, edir mövzusu deyil. Biz burada onunla ilkin olaraq və ən əsas mövzulardan biri budur ki, siz istər ChatGPT-ni işlədin, istər digər LLM modelləri işlədin. Burada ChatGPT-ni və ya həmin LLM modeli beyninizin bir uzantısı kimi işlətməyiniz çox mühümdür. Nəyə görə? Adi bir söhbətin daxilində bir keçmiş vardırsa, o söhbətin daxilində aldığınız cavab ilə sizin yeni bir tab açıb, yeni bir söhbət açanda başladığınız alacağınız nəticə keyfiyyəti və ya alacağınız nəticə eyni olmur. Nəyə görə? Artıq orada bir keçmiş olur ki, biz də çalışacağıq ki, eyni dəstək xətti üzərindən davam edək ki, burada sıfır olmasın. Yəni biz burada əsas bunları dəqiqləşdirməliyik ki, kimə danışırıq, harada paylaşılacaq, məqsəd nədir və s. və s. Bunlar zaten bizim burada baxacağımız mövzulardan əvvəl sizin təyin etdiyiniz mövzular olmalıdır ki, siz bir kontent plan tərtib eləyirsinizsə, əlinizdə bunlar olsun. Bunlar yoxdursa, bizim indi bunları etməyimizin də əslində bir mənası olmayacaq. Vizual nümunə havuzu mənim ən çox istifadə elədiyim mövzulardan biri də budur ki, vizual nümunə havuzu, yəni visual board. Visual board dediyimiz nədir? İndi mən burada hazır olan sistemlərdən göstərməkdənsə sizin üçün nümunələri də buradan göstərəcəm. Canva-da ola bilər bu. Siz Canva-ya daxil ola bilərsiniz. Canva-ya və ya Figma ola bilər. Daxil olduqdan sonra burada bir board yaradırsınız. Bu board tamamilə boş olur. Burada siz artıq öz zehninizdəki kimi burada da bir board yaradırsınız ki, davamlı olaraq hər dəfə sıfırdan bir araşdırma paneli yaratmayasınız. Əlinizin altında bura hazır olsun. Və ya Pinterest istifadə edə bilərsiniz ki, Pinterestdə özünüz üçün pinlər yarada bilərsiniz. Pinterest ilə paralel olaraq siz Behance, Dribbble, Instagramda, LinkedIn-də və ya digər rəqibləri Meta Ads Library-dən, Ads Manager-dən yəni buradan istədiyiniz vizual nümunələrini əldə edib buraya yığa bilərsiniz. Misal üçün, gəlin fərz edək ki, mənim əlimdə öncədən olan misal üçün bu nümunələr var idi. Bu nümunələr burada əsas olaraq qeyd etmək istədiyim mövzu budur ki, eyni sektor olması önəmli deyil. Burada əslində əsas önəmli olan elementlərin və kompozisiyanın qurulması mövzusudur, yəni istifadə ssenarisidir. Yəni, ola bilər ki, sizin məhsulunuz burada bu real estate ilə əlaqəli olmaya bilər və ya bu məhsul ilə əlaqəli olmaya bilər, bununla əlaqəli olmaya bilər. Amma siz buradan bir inspire olursunuz, yəni buradan bir nümunə götürürsünüz özünüz üçün, özünüzə tətbiq edirsiniz. Buradan düşünürsünüz ki, arxa planda belə bir qalxan olsun, bunun önündə mənim məhsulum olsun və s. və s. və s. Bunun kimi bir mövzu keçərlidir. Bununla yanaşı istərsəniz sırf özünüzün məhsulu ilə paralel olan bir board da yarada bilərsiniz. Bu boardları yaradarkən, misal üçün, gəlin biz baxaq. Əgər eyni məhsuldursa, tövsiyəm bu istiqamətdədir ki, bunların hamısını Pinterestdə bu formada yığın. Daha sonra hətta bunları qruplaşdırın. Çünki belə etdiyiniz halda siz digər kontent istehsal edən şəxslərdən əsas bununla fərqlənirsiniz ki, sıfırdan etmirsiniz heç nəyi, hər bir şey sizin əlinizdə hazır olur. İstədiyiniz zaman bu hovuza müraciət edirsiniz və bu hovuzun daxilindən istədiyiniz nümunəni seçib onun üzərindən davam edirsiniz. Misal üçün, bunları əldə etdiyimizi fərz edək formatda. Yəni, bunlar bizim üçün hal-hazırda şərti əhəmiyyət daşıyır. Bunu siz öz sektorunuz üçün də eyni anda tətbiq edə bilərsiniz. Və ya qeyd elədiyim digər, misal üçün, bu kompozisiyalar. Ola bilər. Məsələn, bunlar kimi. Bunları əlinizin altında yığırsınız. Biz bunları növbəti mərhələdə istifadə edəcəyik. Tamam, bu bizim vizual nümunə hovuzumuzdur. Buranı yadımızda saxlayaq. Burada qeyd etmişik ki, bu hovuzda nələrə baxırıq? Mən deyən nələrə baxıram. Kompozisiya necə qurulub, fokus haradadır. Burada çünki əsas mövzulardan biri budur ki, bunları daha çox dizaynerlər diqqət edir bu mövzulara. Yəni, insanın diqqəti məlum məsələdir ki, idarə oluna bilən bir şeydir.
sistemdir. Siz burada hər hansısa bir elementi harasa qoyursunuzsa, bunlar A/B testləri də olunur. İnsanların diqqəti birində digərinin nəzərindən daha yaxşı effektlər almaq mümkün olur. Daha sonra isə biz burada nəyə baxırıq? Patern analizinə baxırıq. Yəni biz bunları yaratdıq, bitdi söhbəti deyil. Biz bunların paternini ChatGPT-yə analiz elətdiririk və bunların paternini çıxardırıq ki, eynilə bu bizim kontentimizdə harada mövqelənməlidir. Bunun kimi bir axış üzərindən davam edirik. Daha sonra isə dizayn dilini çıxarırıq, vizual qaydaları müəyyənləşdiririk və s. Bu formada gedir gedişat. Bir digər ən əsas mövzulardan biri isə budur ki, biz burada buna mütləq diqqət etməliyik. Promptu biz sadə bunu et, bunu etmə və s. bu formada vermirik. Ən əsas mövzulardan biri biz eyni anda iki süni intellekt işlədəcəyik. Bu işlədəcəyimiz iki süni intellekt arasında biz dil mövzusunu çox doğru şəkildə, prompt mövzusunu çox doğru şəkildə tənzimləməliyik. Buna görə də biz prompt arxitekt roluna keçiririk ChatGPT-ni. Rol məqsəd, istifadə konteksti, vizual kompozisiya və s. bunların hamısını detallı şəkildə verməliyik. İstifadə edəcəyimiz vizual ifadə formasında prompt növü isə bu formatdadır. Kod formatında görə bilərsiniz burada. JSON formatıdır, yəni. Bizim burada verəcəyimiz prompt formatı JSON format olacaq, yəni kod formatında verəcəyik promptu. Burada gördüyünüz kimi bəzi bir gedişat vardır, bir struktur var. Bu strukturda öncəliklə nə təyin olunur? Bir task verilir, daha sonra bunun gedişat ümumiyyətlə təyin olunur. Misal üçün, burada bunun hansı ölçüdə olmasına qədər burada verilib, stili nə formada olacaq, kompozisiya necə olacaq, fokus nədə olacaq, layout necə olacaq, dərinlik, hansı səhnələr var, mövzu nə üzərinə qurulub, işıqlandırma necə olacaq, kamera, rəng paleti və s. və s. digər bütün şeylər və ən sonda isə nələr qadağan olunub, onlar verilib. Bizim promptumuzda isə bu əslində daha detallı formada öz əksini tapacaq. Daha sonra isə vizualın süni intellekt ilə istehsal prosesi gəlir ki, biz burada vizual üçün Gemini işlədəcəyik. Mən özüm bunları Geminin daxilində belə bir neçə versiya var. Bunların hamısını test etmişəm. Amma deyə bilərəm ki, ən yaxşısını Gemini verir. Siz eyni zamanda ChatGPT-ni də yoxlaya bilərsiniz. Ideogram var, onu yoxlaya bilərsiniz və ya FreePic-in daxilində digər modellər var. Onların hamısını yoxlayıb istədiyiniz qənaətə gələ bilərsiniz. Amma bunların hamısını test etdikdən sonra deyə bilərəm ki, ən yaxşı nəticəni Gemini verir. Geminin daxilində isə burada həm Fast, həm Syncing, həm Pro model versiyası var. Burada isə ən yaxşı nəticəni Syncing verir. Yenə bunların hamısını siz özünüzdə test edə bilərsiniz. Tamam. Əgər bura qədər hər bir şey aydındırsa, gəlin növbəti mərhələyə keçid edək. Burada sizin üçün mən sıfırdan bir söhbət üzərindən davam edəcəm. Yenə qeyd elədiyim kimi, mənim hazır söhbətlərim olduğu halda birbaşa daha tez nəticələr əldə edə bilirəm. Misal üçün, buradan sizə bunları göstərə bilərəm. Misal üçün, buradan sizə bunları göstərə bilərəm ki, burada artıq hazır bir sistem olduğu üçün buradan aldığım nəticələr daha sürətli və əlçatan olur. Amma biz burada hazır bir sistem üzərindən deyil, sizinlə sıfırdan bir sistem qurmaq üçün gedəcəyik ki, mən necə edirəm öz tətbiqimdə onları görə biləcəksiniz. Öncəliklə bizim burada etməyimiz gerəkən mövzu nədir? ChatGPT-yə bizim edəcəyimiz məhsul başa salmalıyıq. Biz burada öz məhsulumuzu başa salmaq üçün nə edirik? Az öncə burada izlədiyimiz hər bir şeyi buna izah edirik. Bu hissədə. Kimə danışırıq? Harada paylaşılacaq? Məqsəd nədir? Ton necə olmalıdır? Mesajın növü nədir? Və s. bunların hamısı öz əksini tapmalıdır. Hal-hazırda biz bir-bir, mərhələ-mərhələ hər bir şey anladacağıq.
Mən məhsul olaraq yenə vitamin məhsulu seçəcəm. Tamam, gedək. Mən burada istifadə edəcəyim dil Azərbaycan dili əvəzinə türk dili olacaq. Siz istərsəniz ingilis dilində və ya rus dilində tətbiq edə bilərsiniz. Azərbaycan dilində bəzi kontekstləri tam olaraq doğru anlamadığı üçün Azərbaycan dili üzərindən getmirəm. İstərsəniz siz ingilis dilində də edə bilərsiniz. Öncəliklə bunların hamısını götürürəm və sıfırdan bir-bir hər şeyi başa salmaq istəmədiyim üçün bunları əlavə edirəm. Bunların hepsini anla və anladım de. Seninle ürünüm, içeriğim, hizmetim için yapay zeka ile görsel oluşturmak için promptları oluşturacağım. Bunun için ilk aşamada bunların tümünü anla ve anladım de. Buradaki anla və anladım deməyimizin də əslində bir məntiqi var. Mərhələdə öyrətmə prinsipi ilə gedir. Daha sonra bu mövzuda da bir video çəkə bilərik. Amma hal-hazırda bunları dedik. Daha sonra isə biz keçirik. Yenə nümunə üçün bu məhsul üzərindən gedəcəyik. Hər hansısa bir misal üçün gəlin baxaq. Vitamin yazaq. Hər hansısa bir vitamin ola bilər. Məsələn, önümüzə bu vitamin gəldi. Yəni bu şərtidir, məcbur deyil vitamin olsun. Yəni, bununla çalışdığım üçün, əlimin altında bu olduğu üçün bunu verdim. Siz hər hansısa bir məhsul və ya xidmət üzərindən də gedə bilərsiniz. Əsas odur ki, mövzunu başa düşün. Öncəliklə dediyimiz mövzuda bu hissəni başa salacağıq. Bu metada Instagram ve Facebook'ta reklam için kullanılacak. Hedef kitleyi vesaire kendin netleştir. Tümünü araştır. Anla ve anladım. Buradaki mərhələni siz özünüz verməlisiniz. Mən burada isə özünün etməsini istəyirəm. Tamam, bunu da verdim. Bunu da verdikdən sonra biz gəlib daxil oluruq nəyə? Misal üçün, mən belə bir kontent növü düşünürəm ki, bunu artıq kontenti özünüz öncədən yazmalısınız. Burada, misal üçün, bu vitamin məhsulu durub, arxa planında bir insan ola bilər, yenə onun əlində məhsul ola bilər. Burada ikonlar olaraq məhsulun əsas xüsusiyyətləri ola bilər. Burada hər hansısa bir call to action yerləşdirilə bilər. Bu hissədə məhsulun logosu, bu hissədə isə bizim headline və subheadline'ımız ola bilər və ya qiymət mövqələndirilə bilər. Bu mərhələdə mən gəlirəm, buna yenidən göndərirəm ki, bu ise benim stil olarak kullanmak istediğim örnek. Bunun stilinde oluşturmak istiyorum içeriğimi. Ama benim ürünüm için olacak. Ürünümü yapay zekaya referans vereceğim. Tüm içeriği, rengi vesaire her şeyi benim ürünüme uygun olarak ver. Bu içeriğin, bu görselin stilinde kompozisyon olarak. Bu ilkin olarak bizə baxaq necə bir nəticə verəcək. İlkin olarak bir strukturu qurur. Mən bununla keçmişdə işlədiyim üçün bu artıq promptu tam mənim istədiyim formatda verdi. Əgər verməsə, sizə burada nümunə üçün göstərdiyim formatı ondan tələb eləyin. Bu formatda JSON olaraq istəyin. JSON.
Bu formatda verdi. Baxın, burada heç bir şey dəyişmirəm. Çünki bu prosesi istəyirəm tam sizin üçün real bir şəkildə irəliləsin ki, siz də bu kimi ola bilər ki, çətinliklərlə rastlaşa bilərsiniz. Bu halda nə etmək lazımdır? Onlara da baxacağıq. İlkin olaraq verdiyi formada verəcəm. Çünki burada əsas məsələlərdən biri budur ki, bu süni intellektdir. Yəni, bu birbaşa olaraq bizim zehnimizdəkini təxmin edib tapa bilməz. Biz əksinə öz istədiyimizi əldə etmək üçün ondan istədiyimizi alana qədər tələb eləməliyik. Burada isə bizə bir nümunə vermiş oldu. Bu çox bərbad bir sistemdir. Yəni. Bunu gördüyünüz kimi bizim istədiyimizlə uzaqdan, yaxından əlaqəsi yoxdur. Bunu atırıq, deyirik ki, senin verdiyin promptla bu sonucu aldım. Bunun benim sana verdiğim örnekle uzaktan yakından alakası yok. Bunu tam benim istediğim stilde vereceksin. Bu hatayı anla ve anladım de. Ona yeniden yukarıda verdiğim stili öğretirəm. Benim istediğim stil şu olacak. Bunu anla ve anladım de. Stil, kompozisyon, konumlandırma, element kullanımı vesaire her şey bunun stili gibi olmalı. Yani burada bize prompt vermiş olabilir. Biz prompt qəbul eləməyəcəyik, hətta dayandırırıq. Çünki mərhələli öyrətmə mexanizmi ilə irəliləyirik biz. Tamam. Bunu anladığına göre şimdi bunun stilinde benim ürünüme, içeriğine uygun olacak halde promptu ver en ileri seviyede. Bayağı etmediğimiz bir mevzu belki de olabilir ki onun hatası olabilir əslində. Bu bir də burada ən əsas tövsiyələrindən biri, əgər bir söhbətin daxilində gemində belə sizə istədiyiniz nəticəni vermirsə, o söhbəti qapayın, yeni bir söhbət açın artıq oradan. Məhsulu gətirib buraya yerləşdiririk. Daha sonra gedib promptu ondan alırıq. Gözləyirik nəticəni versin. Bu nəticəni dəyərləndirəcəyik. Əgər bizi qane etmirsə, yenidən ondan tələb edəcəyik. Yox, bu yenə bizi qane etmədi. Da deyirik ki, buradaki içerik benim içeriğim değil. Bu İngilizce. Ben burada Türkçe isteyeceğim. Benim içeriğim Türkçe olacak ve bu ürünün kendisine uygun olmalı mutlaka. Bunu anla ve anladım de. Tamam. Bunu anladım. Aslında buradaki referans məni qane etmədi. Buradaki referans məni qane etmədiyi üçün istəyirəm alternativ bir referansa yönələk. Gəlib buna bu prompt verəcəyik. Stil olarak tasarım bunun gibi olacak. Bu sadece stil referansı. Bunun gibi ürün ortada olmalı. Etrafındaki kısımlar bunun gibi olmalı. Ve içeriğim buna uygun olmalı. Ama benim ürünümün renklerine, benim içeriğime uygun olmalı mutlaka. Yapay zekanın burada asla hata
yapmaması için mutlak düzeyde promptu ver JSON olarak. Asla kenara sapma, halüsinasyon olmamalı. Bunun için gerekli promptu ver. Burada bir diğer mövzulardan biri de budur ki renk mövzusu. Bizim eğer bir brendimizin rengi vardısa, biz o rengi artıq özümüz yeniden buna tanıda bilərik ki o renk ətrafında etsin bütün etdiklərini. Bunu bu formada göstərmək istəməyimin əsas səbəblərindən biri sizin də bu prosesdə bu formada qarşılaşacağınızdır. Çünki digər söhbətlərdə mən artıq birbaşa tam istədiyim kimi ala bilirəm. Amma ora ərəfiyə gətirib çatdırmaq üçün bəlkə 10 dəfə, bəlkə 20 dəfə get-gəl edirik ki, onu tam istədiyimiz formada başa salaq. Amma təbii ki, bunu da daha qısa formata salmaq olarmı? Ola bilər. Amma burada tam bütün prosesi görməyiniz üçün formada edirik. Çünki belə olduğu təqdirdə siz özünüz daha sonra öz sisteminizi qura biləcəksiniz. Gördüyünüz kimi burada biraz daha yaxşı verdi. Amma bu məni hələ də qane etmir. Çünki bunu birbaşa olaraq paylaşmaq mümkün olmayacaq. Verdiyin promptla bunu verdi, amma bu hala yetərli deyil. Bunu ben direkt olarak reklamda kullanacağım. Bunun için tasarım çok etkili olmalı. Uzman bir grafik tasarımcının elinden çıkmış gibi olmalı. Yani buradaki tüm komutlar en üst düzeyde açıklanmalı ki yapay zeka asla hata yapmasın. Burada tüm elementler, tüm renkler, her şey en ileri düzeyde olmalı. Ölçü ise 4'ün 5 olmalı. Bunun için gerekli promptu ver. Gördüğünüz gibi biraz daha yakınlaştı istediğimiz versiyaya ama hele ki tam değil. Buradaki ifadeleri siz özünüz istediğiniz kimi daha açıklayıcı formada edebilirsiniz. Bunun bir ölçüsü yoktu. Tamam. Bu son verdiği promptu yoxlayırıq nəticəsini. Yenə nəticə əgər bizi qane etməzsə, davamlı olaraq bunun üzərindən gedirik. Və bunu qeyd edeyim ki, bunun üçün custom GPT yaratmağı, hətta geminin daxilində gemlər var. Bunları yaratmağı da bir neçə səfər yoxlamışam, amma hələ ki tam nəticə məni qane etmədiyi üçün onlarla kifayətlənmirəm. Amma onları da yoxlayacağım. Əgər onlar uğurlu olarsa, onları da sizinlə bölüşəcəm. Bu biraz daha istədiyimiz versiyada oldu, amma hələ də tam istediğimiz versiya değil. Burada əlavə opsiyonlar olarak qeyd edirik ki, bir növ düşünün ki, siz dizaynera brief verirsiniz, onda ona necə brief verirsiniz, bir növ elə ifadə edirsiniz.
Tamam. İndi isə ən son verəcək nəticəni gözləyirik. Burada gördüyünüz kimi artıq yeni bir tab əlavə elədi. Vizual iyerarxiya mövzusu, hansı ki deyir ki, prioritet 1 headline'dır, prioritet 2 produktdur, prioritet 3 benefit diaqramlardır və prioritet 4 də call to action'dır. Yəni ən xırda detalına qədər promptu verir. Yəni nə qədər çox açıqlaya bilsək, bir o qədər daha detallı verə bilir. Amma bunun nəticəsinə baxacağıq. Əgər bizi qane etməzsə, yenidən prompt verəcəyik. Amma bunun ən əsas üstünlüyü budur ki, artıq bunun daxilində olduğumuz söhbət bunu artıq öyrənib. Siz artıq bu söhbətin daxilindən sıfırdan başlamadan istədiyiniz kimi davam edə bilərsiniz. Qismən daha yaxşı mı oldu? Yox, qismən daha yaxşı olmadı. Bunlar yaxşı bir vizual ola bilər, amma hələ də ki yaxşı bir kontent nümunəsi deyil. Ona görə biz də bununla qane olmuruq. İstədiyimizi əldə edənə qədər davam edirik. Yenə bunu da yoxlayırıq. Buradakı əsas mövzunun əslində nə olduğunu görürsünüz. Bizim zehnimizdəki öncəliklə mövzunu dəqiqləşdirməliyik. Öz zehnimizdə bunu necə görürük? İkinci, bunu necə ifadə edirik? Üçüncü, əldə etdiyimiz nəticədən necə feedback verib, onu necə daha da yaxşılaşdırırıq? Mərhələ əslində üç sistemli şəkildə gerçəkləşir. Burada gördüyünüz kimi biraz daha yaxşı hala gətirdiyini düşünür. Amma yaxşı hala gətirməyib. Bu yəni məni qane etmir. Yapay zeka bu cür xətalar edə bilər. Gördüyünüz kimi son 20 dəqiqədir sadəcə bir nəticəni daha yaxşısını almaq üçün çalışırıq. Deyə bilərsiniz ki, bunu bir başqasına versək daha sürətli edəcəkdir. Təbii ki, ilk səfərdə edə bilər. Amma bizim əslində burada məqsədimiz sadəcə əslində bir promptu, bir foton yaratmaq, yəni bir prompt, bir nəticəni əldə etmək deyil. Bunu əldə edəcək sistemi yaratmaqda hal-hazırda ki, bunu yaratdıqdan sonra bütün nəticələrimiz 2 dəqiqə ərzində, 1 dəqiqə ərzində əldə edilmiş olacaq. Əlavə bir xatırlatma olaraq bunu qeyd edeyim ki, sizə göstərdiyim, bunların hamısını dizayn nümunələrini görürsünüz yəqin ki. Mən
bunun vasitəsilə etmişdim. Yəni əsas məsələsində promptu tam olaraq bizə lazım olan güclü formatda verməkdir. Görürsünüz, qismən bizim istədiyimizə daha da yaxınlaşdırdı. Bu biraz daha yaxşıdır əvvəlkinə nəzərən. İndi digər kompozisiya modelinə keçidəcəyik. Misal üçün, gəlin buna baxaq. Mənim əlimdə bu olduğu üçün bunu referans verəcəm. Burada isə digər bir vizual kompozisiyada edəcəyik. Content burada sizdən asılı olaraq təbii ki dəyişə bilər. Hətta bunun bir digər maraqlı mövzularından biri budur ki, dəftər üzərində bir eskiz edib ChatGPT onu göndərə bilərsiniz. İstərsəniz daha izah edici formada vermək istəsəniz. Yəni bunun limiti yoxdur. Həmin eskiz üzərindən də davam edə bilərsiniz. Gəlin indi baxaq, buradakı nəticə necə olacaq? Gördüyünüz kimi bir neçə dəqiqə ərzində bu nəticəni əldə etdik. Amma hələ də baxırıq. Əgər bu nəticə bizi qane etməyibsə, təkrardan prompt veririk. Misal üçün, gəlin burada bunun üzərindən gedək. Bu əlimdə olan nəticələrdən biridir deyə bunu göstərirəm. Məcbur deyil bunun üzərindən gedəsiniz. Tamam. İndi bunun üçün olan versiyanı axtarırıq. Baxaq, bu necə olacaq. İndi isə bir digər variantı yoxlayırıq. Əldə etdiyimiz nəticə. Gördüyünüz kimi. Bunu daha irəli səviyyəyə aparıb istədiyiniz elementi qata bilərsiniz. İstədiyiniz qədər dizaynı zənginləşdirə və ya istədiyiniz elementi çıxara bilərsiniz. Gəlin, bayaq sizə göstərdiyim digər mövzulara da baxış keçirək. Bunlar da çünki önəmlidir. Misal üçün, burada bir digər konseptlərə baxış keçirək. Yoxlamaq üçün. Misal üçün, belə bir şey olsun. Ağlımda bunu canlandırıram ki, misal üçün, şimdi istədiyim stil bu şəkildə,
bunun stilində, amma benim renklərimdə. Burada öz renklərinizi təsdiqlə edə bilərsiniz. Benim içeriğime, ürünüme uygun olmalı. Bunun için gerekli halde promptu ver. Burada ise bizim əsas məqsədimiz nədir? İnsan ünsür olacaq burada. Bu da əslində bir pillət daha çətin deməyək, bir pillət daha çox diqqət tələb edən mövzu. Çünki insan ünsürü daxil olduğu anda biraz gerçəklik hissi itməməsi üçün daha diqqətli olmalıyıq. İndi isə bunu yoxlayaq. Bunu verdi, amma bu təbii ki bizi qane eləməyəcək. Aslında bizim verdiğimiz vizual da biraz kasıb vizualdır. Amma təbii ki biz bununla qayna olmuruq. Biz istəyirik ki bunu daha da irəli səviyyə yaparsın. Aslında o baxımdan bir xətası yox idi. Verdiğimiz referansda ona görə daha zəngin olmalıdır. Tamam. Gəlin indi bunun nəticəsinə baxaq. Görək necə bir nəticə ilə qarşılaşırıq. O zamana qədər gəlin bir neçə fərqli nümunəyə də baxaq. Çünki buradakı əsas mövzu əslində sizin bir mövzunu və ya bir məhsulu bir kompozisiyada, bir kontentdə hazırlamağınız deyil. Bunun məntiqini başa düşməyimizdir ki, əgər bunu edərsək, bundan sonra istədiyimiz şeyi istədiyimiz formada edə bilərik. Misal üçün, mən buna baxanda nə görürəm? Məhsulun xüsusiyyətlərini ifadə edən bu cür gözəl bir kompozisiya modelidir. Bu ola bilər. Misal üçün, başqa gözüm nəyə çarpır? Başqa gözüm buna çarpır məsələn. Başqa gözüm buna çarpır. Hələlik gəlin bunları test edək. Burada biraz daha yaxşı verdi, amma hələ də qane etmir. Bunun üzərində çox qalmayacağım. Çünki referansın özü biraz çox zəif idi. Referansı da güclü verməliyik.
Son olaraq bu modeli də yoxlayaq. Təzə bir söhbət açıram. Məhsulu əlavə edirəm. Belə bir nəticə oldu. Maraqlı bir şəkildə. Ümumi olaraq əldə etdiyimiz nəticələr bunlar oldu, ən yaxşıları. Gəlin indi bunları götürək. Baxın, burada üzərində gördüyünüz kimi işarə var. Bu işarəni əgər siz özünüz bir dizayner deyilsinizsə, sadə şəkildə necə götürə bilərsiniz, onun yolunu da sizə göstərim. Nəticəni aldınız, təbii ki, oradan yükləməyiniz daha yaxşıdır. Yüklədikdən sonra Canva-ya əlavə edin. Ondan sonra Canva-nın daxilində burada silmə funksiyası var. Bu silmə funksiyası ilə qeyd edim ki, bu funksiya Canva-nın AI-ında, yəni Pro funksiyasındadır. Bu formada aldığınız, əldə etdiyiniz nəticəni buradan təbii ki, sizi qane edənləri buradan götürürsünüz. Gətirib, əgər logonuz vardırsa təbii ki, logonuzu əlavə edib formada birbaşa paylaşılır hala gətirirsiniz bir neçə saniyə, bir neçə dəqiqə ərzində. Əgər digərinə də baxsaq, gəlin digərinə də əldə edək. Və bəli, budur bizim bir neçə aylıq bəlkə də kontent planımız və bütün reklam üçün kontentlərimiz. Bunlar ümumi bir təsdiq xətti üzərindən getdiyi üçün aralarında kontent olaraq və ya ki, elementlər olaraq bir o qədər fərq olmaya bilər. Burada amma siz formatda göstərdiyim kimi aylıq bir kontent planı halına gətirə bilərsiniz. Yəni, burada gördüyünüz kimi. Bunlar formatına sala bilərsiniz. Ümumi olaraq bu formada bu mövzumuz, əgər bundan sonra digər sahələrə də marağınız olarsa, onları da istərsəniz qeyd edin. Onlara da formatda ya videolar çəkək, ya da ki, bunlar üçün əgər çox tələb olarsa, onlayn ödənişli və ödənişsiz formatda bunları sizinlə müzakirə edə bilərik. Workshoplar təşkil edə bilərik. Eyni zamanda digər mövzularda da videolar çəkməyə davam edəcəm. İnşallah süni intellektlə yanaşı rəqəmsal marketinqin digər kanalları, onlarla bağlı da videoları ilk görmək istəyirsinizsə, kanalımı və LinkedIn hesabımı və digər sosial media hesablarımı izləyə bilərsiniz. Bu və ya digər mövzularda da hər hansı bir sualınız olarsa, mənə birbaşa yazaraq LinkedIn və digər kontakt əlaqələrimdən əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər.